Nənə və babaların, əmi və dayıların, xala və bibilərin, ümumiyyətlə ki, digər qohumların uşağın tərbiyəsində yeri nə qədərdir? Əgər uzun müddətdə davam edirsə və müdaxilələr həddindən artıq çoxdursa, bəli, davranış pozuntusu yaradır. Ümumiyyətcə biz hər zaman valideynlərə nəyi tövsiyə edirik? Xüsusən də ciddi məsələlərdə. Məsəl üçün, uşağın yuxu saatı olsun, uşağın normal ev yeməkləri yeməsi ilə bağlı olsun, uşağın pis vərdişlər, hansı ki, energetik içkilərdən istifadə etməsi məsələləri olsun, hansı ki, bunlar qırmızı cizgilərdə uşağın gələcəyi üçün, orqanizm üçün zərərlidir. Bu məsələlərdə hər zaman nəyi tövsiyə edirik? Valideynlər arasında həmfikirliyin olması. Əgər valideyndən biri deyirsə ki, oğlum bunu içmək zərərlidir, bu olmaz, başqa valideyn və yaxud da xala, bibi və yaxud da nənə müdaxilə edirsə, təbii ki, bu qaçılmaz olaraq uşaqda davranış pozuntusu, uşaqda daha başqa problemlər, disiplinsizliyə gətirib çıxardır. Ona görə də bu məsələlərdə ara-sıra olursa, burada xüsusi bir problem olduğunu düşünmürəm. Amma ciddi məsələlərdə, uşağın sağlamlığı ilə bağlı məsələlərdə, uşağın psixoloji inkişafı ilə bağlı, uşağın məsuliyyəti ilə bağlı, uşağın disiplinli olması ilə bağlı məsələlərdə bu davamlı olaraq baş verirsə, təbii ki, bu hər zaman zərər yetirir və uşaqda davranış pozuntusu yaranır. Ona görə də bu tipli məsələlərdə valideynlərin hər zaman həmfikir olması uşağın ümumiyyətcə psixoloji vəziyyəti üçün, özgüvəni üçün, daha məsuliyyətli olması üçün faydalıdır.